Hakimin son yoxlanışlarıyla Azərbaycan Kubokunun birinci təsrifat mərhələsindəki Göygöl Şəmkir oyunu başlıyor. Bugün son oyun günüdür və 2 gün dincəlib oyun başladı. Yəni bugün son oyun günüdür. Yəni 2 gün dincəlib ondan sonra Şirvan Araz saatlı oyununa və Quba Göygöl oyununa hazırlaşacağıq. Çempionatda da Göygöl Qubanı qəbul edəcək. Vüqar Nadirov yəni Azərbaycan Kubokunda ikinci dəfə debüt eləyir. Yəni bu səfər Hypes Qubanın heyətində yox, bu səfər Şəmkir komandasının heyətində Azərbaycan Kubokunda debüt eləyir. Yəni keçən mövsüm komanda, yəni Hypes Quba komandası Göygöllə oynayanda çox çətinliklə Göygölü məğlub eləməyə bacardılar. Vüqar Nadirovun yetirmələri və növbəti mərhələyə keçdilər. Görək həmin ssenari, yəni Hypes Qubanın başlanğıc postunda o çətin oyun, görək bu səfər yəni Vüqar Nadirov Şəmkirin başlanğıc postunda nə edəcək? Yəni Hypes Qubanın başlanğıc postunda biraz yəni çətinliklə bu komandanı udmuşdu. Görək yəni Şəmkirin başlanğıc postunda bu komandanı, yəni Göygöl komandasını 90 dəqiqə ərzində məğlub edə biləcəkmi? Bu arada onu da qeyd edeyim ki, Göygöllə Hypes Quba oynayanda, yəni deməli birinci, ikinci hissədə deyəsən 4 qol vurulmuşdu. Əlavə vaxtda da yəni 3-cü qolu vuraraq Hypes Quba ikinci mərhələyə vəsiqəni təmin eləmişdi. Vüqar Nadirovun rəhbərliyi altında bu səfər Vüqar Nadirov Şəmkirin başlanğıc postundadır. Görək keçən ilki ssenari davam edəcəkmi? Atı oyunda 2-ci dəqiqə gedir. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsidir. Və out Şəmkir komandasınındır. Yəni Vüqar Nadirov artıq Azərbaycan Kubokunda ikinci dəfədir debüt eləyir. Keçən mövsüm, yəni 2023-2024 mövsümündə yəni Göygöl Hypes Quba oyununda çox çətin anlar yaşanmışdı. Yəni birinci hissədə, ikinci hissədə 4 qol vuruldu və əlavə vaxtda da yəni qol vuraraq Hypes Quba komandası ikinci mərhələyə adlaya bilmişdi. Onda Turan Tovuzun rəqibi olmuşdu Hypes Quba. Və qayda pozulub. Yaman külək var Göygöl şəhərində. Out Şəmkirindir. Və Göygöl Olimpiya İdman kompleksində Azərbaycan Kubokunun birinci təsrifat mərhələsinin oyunlarıdır. Bugün Azərbaycan Kubokunun birinci təsrifat mərhələsinə yekun vurulacaq və biz də 2 günlük tətilə yollanacağıq. Ondan sonra da yəni 2 gündən sonra da Şirvan Araz saatlı və Quba Göygöl oyunlarına hazırlaşacağıq.
5-ci dəqiqə artıq başlayır. Və indi görək. Həm Göygöl, həm də yəni Şəmkir komandası nə edəcək? Yəni Göygöl komandası Azərbaycan kubokunda, yəni keçən mövsüm 2023-2024 mövsümündə, yəni Azərbaycan kubokunda o vaxtda yəni Hypes Kubaya uduzmuşdu. Yəni gol ikinciden zərbədən görünən Allah'a ucunu tutarsın. Və qapıcı yerindədir Göygölün qapıcısı. Yəni Vüqar Nadirov o vaxtlar Hypes Kubanın baş məşqçi postunda olanda Azərbaycan kubokunda 90 dəqiqədə yəni oyun 2-2 olduğundan əlavə vaxtda yəni gol gəldi Hypes Kubadan, amma 90 dəqiqədə əməlli başlı Göygöl Hypes Kubaya çətin anlar yaşatmışdı. Görək həmin senariyə, yəni bu səfər Şəmkirin necə deyim, Şəmkirə çətin anlar yaşada biləcəkmi Göygöl komandası? Yəni artıq Vüqar Nadirovun özü də Şəmkir komandasının baş məşqçi postundadır. O keçən ilki senariyə görə bu il təkrarlana biləcəkmi? O vaxtda yəni Göygöl komandası Vüqar Nadirov Hypes Kubada çalışanda yəni çox əməlli başlı həm çox çətin anlar yaşatmışdı Hypes Kubaya, həm də əla bir oyun sərgiləmişdi. Görək bu oyunu, yəni görək həminki oyunu bu oyunda görə biləcəyimi Göygöl komandasından. Siz də bizim və indi Göygöl deyəsən pressing eləyir. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Top meydandan çıxdı. Küncdən zərbə. Artıq 7-ci dəqiqə gedir. Oyunun 2-də 1 hissəsi geridə qalmaq üzrədir. Göygöl qara rəngdədir. Şəmkir isə qırmızı rəngdədir. Və Orxan Sadıqlı yerindədir. Sadəcə zədələnib deyəsən. Yəni həmin vaxt yəni Göygöl komandası yəni Hypes Kubaya əməlli başlı yəni çətin anlar yaşatmışdı. Həm yəni necə deyim, bir futbol baxımından, futbol derbisi baxımından düzdür Göygöl komandası da 2 illik Azərbaycan 2-ci liqasında qalmağa çalışır. İnşallah yaxşı bir sponsor çıxar. Yaxşı bir sponsor çıxar, en azından bu komandada Azərbaycan futbol elitasına qayıdar. Artıq 8-ci dəqiqə gedir. Artıq oyunun 2-də 1 hissəsi geridə qalıb. Hesab 0-0'dır. Azərbaycan derbisində Azərbaycan kubokunun birinci təsrifat mərhələsidir. Oyun uzana da bilər. Yəni ki biz həmin senaryonu görə bilərik. Əgər birinci hissədə, ikinci hissədə gollar vurulmasa. Çünki küləkdir bu tərəfdən. Yəni küləkdir. Qapıcı yerindədir Göygölün golkiperi. Göygöl sağ tərəfimdədir. Şəmkir isə sol tərəfimdədir.
Şəmkir komandasının da baş məşqçisi Vuqar Nadirov. İndi Göygöl komandası pressing atır. 10-cu dəqiqə başlayır artıq. Azərbaycan kubokunun birinci təsrifat mərhələsidir. Bundan sonra da artıq bugündən yəni 3 gün dincəlib Şirvan arası adlı və Quba Göygöl oyunlarına hazırlaşacağıq. Çünki Azərbaycan 2-ci liqasında, yəni bizim yayım hüququmuzdadır. Həm də Azərbaycan 1-ci liqasında bizim yayım hüququmuzdadır. Həmin senariyə yəni yaşansa artıq belə çıxır ki, Göygöl Azərbaycan futbol elitasına hazırdır müəyyən qədər. Yəni o vaxtda, yəni keçən mövsümdə etibarən Göygöl komandası Hypers Qubaya çox çətin anlar yaşatmışdır. Vuqar Nadirov Hypers Qubada olan zaman birinci dəqiqə gedir. Azərbaycan kubokunun birinci təsrifat mərhələsidir. Qayda pozulmalar üçün bildirir. Göygölün oyunçusuna deyəsən xəbərdarlıq olunur. Yaman küləkdir, yəni külək o qədər sürətlidir ki, yəni stadionda bəzi yəni oturacaqlara biraz ziyan vurur. Və cərimə zərbəsi vuracaq Vuqar Nadirovun getirmələri. 12-ci dəqiqə gedir artıq. Artıq oyunun 2-1 hissəsi geridə qalmaq üzrədir. Azərbaycan kubokunun birinci təsrifat mərhələsindəyik. Azərbaycan kubokunda Azərbaycan 1-ci liqasında deyə bilərəm ki, Azərbaycan 1-ci liqasında onu deyə bilərəm ki, növbəti turda Mingəçevir Şimalı qəbul edəcək. Maraqlı qarşılaşma. Akılanın 13-cü dəqiqəsi gedir. Hərəkətlə 0-0'dır. Göygölündə pressingə əl atırdı, amma Şəmkir indi pressingi başladır. Ağla bir pas. 14-cü dəqiqədir artıq. Oyunun 14-cü dəqiqəsi gedir. Oyunda artıq 2-1 hissə geridə qalır. 2-1 hissəsi geridə qalmışıq. Vuqar Nadirovun komandası pressingi davam etdirir.
Və deyəsən qapıdan zərbə ilə oyun davam edir. 15-ci dəqiqə artıq başlayır. Şimdi Göygöl əks hücuma çıxmağa çalışacaq. Yola bir pas. Artıq 15-ci dəqiqə edir. Və qayda pozulub Göygölün oyunçusuna qarşı. Mikrofon arxasında da mənəm, Demirov, Hüseyin Ağa. Azərbaycan 1-ci liqası haqqında onu deyə bilərəm ki, Mingəçevir Şimal oyunu da olacaq bizim kanalda. Çox maraqlı oyundur. İndi cəlmə zərbəsi vuracaq Göygöl komandası. Oyun sürətli gedir ki, arada bir mənim də dilim topuq vurur, ona görə izləyicilərimizdən üzr istəyirəm. Və Şəmkirin bu ucuna heç nə ilə yadda qalmadı. Out. Artıq 2 ilə yaxındır ki, Şəmkir komandasında Vüqar Nadirov işləyir. Yəni keçən mövsümdən etibarən, yəni 2023-2024 mövsümündən etibarən artıq Vüqar Nadirov Şəmkirin baş məşqçi postundadır. 1 illik müqavilə imzalanmışdı. Sonradan rəhbərlik belə qərara gəldi ki, Vüqar Nadirovla müqaviləni 1 il üstə gəl 1 illik uzadaq. Top meydanı tərk etməyib. On 7-ci dəqiqə artıq. Oyunun 2-də 1 hissəsi geridə qalır. Hesab 0-0'dır. Vüqar Nadirov'u görürsünüz. Şəmkirin baş məşqçisi. Artıq 17-ci dəqiqə yekunlaşır. Oyunda hələ ki 2-də 1 hissə geridə qalıb. Hələ ki gol səsi yoxdur oyunumuzda. İndi Şəmkirin də əksizine gedir, amma qayda pozulub Şəmkirin futbolçusuna qarşı. Cərmə zərbəsi olacaq. Bu cərmə zərbəsindən hansı komanda yararlana biləcək? 18-ci dəqiqədir artıq. Vüqar Nadirov'un komandasını yeniləcək və vaxtçı yenə də yerindədir. Deyəsən biz yəni 2023-2024-cü illər mövsümünün senaryosunu görəcəyik. Göygöl Hypes Kubanın oyunundan, yəni bu səfər amma Göygöl Şəmkir oyununda həmin senaryonu görə bilərik. Çünki Vüqar Nadirov Şəmkir komandasının baş məşqçi postundadır. Gələn olacaq 19-cu dəqiqə ilə Azərbaycan kubokundayıq. Şimdi Göygöl əks hücuma çıxmağa çalışır. Hələ ki futbolçular öz aralarında paslaşırlar. İndi əks hücum reallaşır. Amma qayda pozulub.
Oyunda artık 20-ci dəqiqəyə daxil olduq. Oyunda hələ ki gol səsi yoxdur. Məsələn bu oyunda da əlavə vaxtı olacaq. Belə getsə. Və top meydanı tərk edir. Orxan Sadıqlı da yerində. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsindəyik. Şəmkir komandası qaldığı yerdən davam edir. Pressing görək. Necə olacaq pressinglər. Artıq 21-ci dəqiqə edir. Artıq oyunun 2-də 1 hissəsi geridə qalıb. Amma artıq oyunun 2-də 1 hissəsi geridə qalıb. Amma oyunda hələ ki gol skutu pozulmuyor. Yaman külək də var. Canlı yayınımıza təsir eləməsin. Yəni külək, amma bunlar olan şeydir. İndi Şəmkir Göygöl komandası əks hücuma gedir. Amma heç nə alınmır. Aha, Göygölün hücumu davam edir hələ də. Gol! Hesab açılır. 1-0. Bravo. Göygöl hesabı açır. Bax belə 1-0. Oyunun 22-ci dəqiqəsində. Daha doğrusu Şəmkir komandası hesabı açır. Oyunun 22-ci dəqiqəsində. Evet, Göygöl komandası hesabı bərabərləşdirə biləcəkmi? Şəmkir sağ tərəfindədir, Göygöl isə sol tərəfindədir. 22-ci dəqiqə ikonlaşır. Orxan Sadıqlı yerindədir. Azərbaycan derbisində eyni senaryonu görə bilərik. 23-cü dəqiqə artıq gedir və sərbəst atış olacaq. İndi Şəmkir paslaşır, indi əla bir pas. Şəmkir hesabı açıb 1-0 irəlidir. İndi görün nə olacaq və deyəsən gol gələcək Göygöldən, amma heç nə alınmadı. Künçdən zərbə. Yox, qapıdan zərbə, xeyr. 24-cü dəqiqə edir. Azərbaycan Kubokunda Göygöl Şəmkiri qəbul edir, amma görək Göygöl ikinci hissədə, birinci hissədə hesabı bərabərləşdirsin, görək. Yəni həmin oyunun senaryosunu göstərebiləcəyini. İndi Vüqar Nadirovun götürmələri paslaşır. Qapıdan zərbə.
Qapçı yerindədir, bravo. Orxan Sadıqlı. Şimdi pressing ediyor. Şəmkir. Vüqar Nadirovun komandası. Görəyinə başımıza yaratır bu oyunda. En azından ben 2 gol gözləyirəm oyundan. Aha, indi pressing. Allah. Ve yerde kalan oyuncu var. Artık 26. dakika başlıyor. Göl. Onda bayağı göl hesabı açıp, yani bayağı 22. dakikada göl komandası 1-0 irəlidəydi. Daha doğrusu 1-0 irəlidədir. Elə bildim, yani Şəmkir komandası hesabı açıp. Böyle görsənir ki göl yani Azərbaycan kubokuna iddialı başlayacaq. Biz belki de penaltiler seriyasını görebiliriz. Hatta 26. dakikada yakınlaşır. Pas. Şimdi Şəmkir komandası pressing eləyir hesabı beraberləşdirmək üçün. Qapıdan zərbə. Sanki eyni senaryoya doğru gedirik, yəni eyni senaryo təkrarlanacaq, çünki göl 22. dəqiqədə hesabı açıb və yani görək en azından bu hesabı qoruyub ikinci təsrifat mərhələsinə gedə biləcəyini. Pas. Top meydanı tərk edir və out. Şəmkir komanda. Yox, qapıdan zərbə, out deyil. Qapıdan zərbə, Orxan Sadıqlı. Pas. Vüqar Nadirov belə baxanda, yəni baş məşqçi karyerasında uğurlu irəliləməyə doğru gedir. Çünki Hypescuba, yəni Hypescuba adı verilməmişdən qabaq Hypes komandasına, Hypes komandası ilə AFFA'nın təşkil elədiyi Region Liqasının, yəni gümüş medalını qazandı və görək bu uğurların ardı gələ biləcək. Yani bir mövsüm Hypes komandasında işləyəndən sonra Göygölündü. Bir mövsüm Hypes komandasında işləyəndən sonra artıq baş məşqçi təcrübəsi artıq var. Həm yəni Hypes komandasında çalışır, Hypes komandasında işləyir. İndi də artıq 4 ilə yaxındır ki, baş məşqçi karyerasında Şəmkir komandasında da çalışır. Artıq yəni Vüqar Nadirovun ikinci klubudur Şəmkir komandası. Birinci klubunda Hypes komandasından yani gümüş medal kazanmıştı ama Hypes Kuba'yla keçinə qazana bilmədiyindən Şəmkir komandasını başına postuna transfer olundu. Artıq oyunun 3'te 1 hissəsinə doğru addımlayırıq. Sarı bərəyə Göygölün oyunçusuna
Oyunda birinci hissədə artıq bir sarı bərək var və Göygölün futbolçusuna sarı bərək göstərildi. Sanki eyni senaryo, yəni Vüqar Nadirov Hypes Kuban heyətində olanda eyni senaryo deyəsən yenə də təkrarlanmağa doğru gedir. Çünki Göygöl komandası yəni Vüqar Nadirovun komandalarına baş ağrı ola bilib və topu çıxartdı. Qapçı yerində yenə. İndi deyəsən ikinci gol gəlir, amma heç nə alanmadı. Orxan Sadıqlı yerindədir. Və küncdən zərbə qazanır Göygöl komandası. 31-ci dəqiqə Azərbaycan Kubokunun deməli birinci təsrifat mərhələsidir. Top meydandan çıxdı. Qapıdan zərbə ilə Orxan Sadıqlı topu meydana daxil edəcək. Artıq oyunun 1/3 hissəsini də asta geride qoymağa doğru gedirik. Çünki birinci hissədən sonra yəni ki hələ ki Göygölün xeyrinə qədər hər şey gərək en azından ikinci hissədə oynayacaq. Şəmkir komandası yəni belə qoy bu tarsın. Aha, indi Göygöl nedir? Pressingi devam elətdirir Göygöl təmsilçisi. Hava bir pas. Top meydandan çıxdı və küncdən zərbə. Yəni Şəmkir komandasının ikinci küncdən zərbəsidir. Göygöl Olimpiya stadionunu görürsünüz. Göygöl şəhər stadionudur bura. İnşallah Göygöl komandasına da uğurlar arzu edirəm. Həm öz adından, həm də kanalımız adından. İnşallah onlara da futbolun inkişaf fondu qəşəng bir dənə sponsor tapar və onlar da Azərbaycan futbol elitasına, yəni Azərbaycan futboluna müəyyən qədər xeyir verərlər. 33-cü dəqiqə gedir, Azərbaycan kubokundayıq. Aha, indi Şəmkir nə etməyə çalışır? 33-cü dəqiqədə ikonlaşır, hesab 1-0. Göygölün xeyrinədir. Və top meydandan çıxır. Top meydandan çıxmır. 34-cü dəqiqədə top meydanda qalır və ikinci qolun axtarışındadır Göygöl təmsilçisi və Orxan Sadıqlı yerindədir. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn Ağa. Şəmkir komandasının da baş məşqçisi Vüqar Nadirov. Görə indi neynəyəcək? Şəmkir komandası ikinci hissədə. Alt Şəmkir komandasındır. Artıq 35-ci dəqiqə başlayır.
Artıq oyunun 3də 1 hissəsi də yekunlaşmağa doğru gelir və top meydanı tərk edir. Out göl gölündü. Və indi Şəmkir komandası topu itirir. Qapıdan zərbə. Qonaqlar qapıdan zərbəni vuracaq. Artıq 35-ci dəqiqədən yekunlaşmağa doğru gedir. Pas. Aha, indi göl nə başı ne izləyirik. İndi göl ikinci qonaq axtarışına çıxır. Deyəsən göl təmsilçisi Şəmkir komandasını çox gözəl analiz edib. Və artıq oyunun 36-cı dəqiqəsi gedir və Künçdən zərbə. Künçdən zərbələrin sayı 2-dir. Yox, alt olacaq. Göl. Alt vurmalıdır. Azərbaycan futboluna da biz xidmət edirik. Yettinci dəqiqədir. Artıq 4də 1 hissəsinə doğru addımlayırıq. Yerdə qalan Şəmkirin futbolçusu var. Bunu görmür Hakim. Və indi gördü. Biraz operatordan xahiş edirəm ki, yaxınlaşdırsın. Yerdə qalan iki Şəmkir futbolçusu var. 7-ci dəqiqədir. Azərbaycan kubokunun birinci təsrifat mərhələsinə bugün yekun vurulacaq. Və cərimə zərbəsi vuracaq Vüqar Nadirovun yetirmələri. Zərbə satış olacaq deyəsən. Artıq oyunun 4də 1 hissəsinə doğru addımlayırıq. Yine bizim kanalda həm Akstafa gəncləri Şirvan oyunu və Bakının Dinamo Küraraz oyununda oldu. İkinci gol axtarışında da qonaqlar meydan sahibləri. Geçsinə yox da kim bildirir, amma futbolçu yerdə qıvrılır. Allah pas. Görən alacaq. Şəmkir indi əks hücuma gedir son dəqiqələrdə. 39-cu dəqiqədir artıq. Az qala Şəmkir 1-1 eləyə bilərdi, amma heç nə alınmır. Azərbaycan kubokunun birinci təsrifat mərhələsidir.
Şəmkirin bu hücumu kəsildi və out Şəmkir komandasınındır. Artıq oyunun 1/4 hissəsi geridə qalıb. Vüqar Nadirovun komandası. Görək Vüqar Nadirov fasilədə komandasını nə cür danışacaq ki, bu üçün çıxarsın və yerdə qalan oyuncular və sarı bərək. Növbəti sarı bərək alır. Birinci hissədə artıq 2 dənə sarı bərək var. Görək fasilədə ən azından Vüqar Nadirov futbolçularına nə deyəcək və nə cür motivasiya eləyəcək. Və artıq oyunun 1/4 hissəsindəyik. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsinin ilk oyunlarıdır. Azərbaycan Kubokuna bugün yekun vurulacaq. Biz də bugündən etibarən 3 gün dincələcəyik. Ondan sonra da hazırlaşacağıq Şirvan Araz Sahatlı oyununa və Quba Göygöl oyununa. Deyəsən Künçdən zərbə olacaq. Top meydanı tərk elədi və Künçdən zərbə artıq yenidən olacaq. Deyəsən olmalıdır. Və Şəmkirin futbolçularıdır bu. Şimdi 42-ci dəqiqə ekranlaşır. Azərbaycan Kubokunda 1-0 Göygöl komandası irəlidədir. Oyunun 22-ci dəqiqəsində Göygöl hesabı açıb. Deyəsən eyni senaryonu bu oyunda da görəcəyik. Keçən mövsümdəki senaryo təkrarlanır. 43-cü dəqiqə edir. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsidir. Dördüncü dəqiqə artıq gelir. Deyəsən out olmalıdır. Mikrofon arkasında mənəm Dəmirov Hüseyn ağa. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Vüqar Nadirovun yetirmələri pressing eləməyə çalışırlar. Birinci hissanın sonlarıdır. La pas. Futbolçular riskli hərəkətlər edirlər, yəni bir-birlərini zədələyə bilərlər. Və birinci hissə bitdi, ikinci hissədə görüşərək hələlik.